Hər kəs salamlayıram. Bugün sizə eyni şikayətlə, yəni sağlıq şikayəti ilə gələn 4 fərqli xəstəlik haqqında məlumat vermək istəyərdim. 15 günlük yeni doğmuş xəstəmiz baxan analizlər nəticəsində total bilirubini 15, qan ümumi analizində isə hemoqlobin 6.5 aşkarlanmışdır. Və hemoqlobin çox aşağı olması səbəbilə, bunda hemolitik bir proses olması səbəbilə uyğun bir hematoloqa yönləndirilərək xəstə müalicə və təqib açısından hematoloq nəzarətinə göndərilmişdir. İkinci xəstəmiz isə 6 günlük bir yeni doğmuş uşaq. Bu da sağlıq şikayətinin tərəfimizə başvurmuşdur. Anadan aldığımız məlumatlar əsasında gün ərzində 3 dəfə qidalandırıldığı, əksər vaxtlarda yatdığı, yemək yedirilə bilmədiyi aşkarlanmışdır və baxılan kilosunda doğum kilosu 2500 olmasına baxmayaraq geriləmə aşkarlanmışdır. 2100 qram olduğu, 400 qramlıq kilo itkisi olduğu görülmüşdür. Və bu xəstəmizdə baxılan total bilirubinin 25 olması səbəbilə xəstə fototerapiyaya yatırılmışdır. Fototerapiya və qidalanma nizamlandıqdan sonra uşaqda sağlıq keçdikdən sonra, yəni total bilirubində normala yaxın düşdükdən sonra ailəyə də qidalanma eğitimi verildikdən sonra evə buraxılmışdır. Üçüncü xəstəmiz isə yenə eyni şəkildə 2 günlük yeni doğmuş, sağlıq şikayəti tərəfimizə başvurmuşdur. Xəstənin ana qan qrupu 1 müsbət, uşağın qan qrupu 1 mənfi, total bilirubini 17, baxdığımızda ana ilə uşağın qan qrup uyğunsuzluğunu aşkarlamaq üçün baxdığımız düz humus isə 2 müsbət olmuşdur və bu xəstəyə yoğun fototerapiya və immunoqlobulin müalicəsi başlanmışdır. Bu müalicələrə baxmayaraq sağlıq toparlanmaması səbəbilə xəstəyə total, yəni qan dəyişimi proseduru olunmuşdur. Bu qan dəyişimi prosedurundan sonra isə sağlıq düzəlməsi səbəbilə xəstə evə buraxılmışdır. Dördüncü xəstəmiz 10 günlük yeni doğmuş uşaq bizə sağlıq şikayəti ilə başvurmuşdur. Xəstədən baxılan sağlıq testlərində total bilirubini 15, amma düz bilirubini 2.3, biraz yüksək olması səbəbilə düz bilirubində xəstə qaraciyər ulkusu yapılmışdır. Qaraciyər ulkusunda öd yollarının darlığı şikayəti, yəni diaqnoz qoyularaq xəstə əməliyyat üçün uşaq cərrahına yönləndirilmişdir. 4 fərqli xəstəmiz, amma hamısında da eyni şikayət mövcud idi. Bir uşağımızda qidalanma pozğunluğu fonunda olan bir sağlıq idi və qidalanması nizamlandıqdan sonra yüngül fototerapiya düzəlmişdir. İkinci xəstəmizdə isə qanda hemolitik bir proses olduğu üçün hematoloqa yönləndirdiyimiz bir xəstə idi. Üçüncü xəstəmiz öd yollarında darlıq olduğu üçün bu xəstə əməliyyata yönləndirdiyimiz xəstə oldu. Dördüncü xəstəmiz isə qan qrup uyğunsuzluğu fonunda olan bir sağlıq olması səbəbilə uşağın qan dəyişimi, yəni total qan dəyişimi olduqdan sonra bu müalicə ilə uşaq toparlanmışdır. Gördüyümüz kimi eyni şikayət, amma 4 fərqli bir müalicə.